Salam, hər vaxtınız xeyir olsun. İsti-isti bugün təmizlikdən çıxan bu evi sizə təqdim eləməyə başlayıram. 8 sot, 5 otaq, 700 min manat. Hal-hazırda biz Bravo Marketin arxasındayıq. Güney Azərbaycan küçəsi. Yolumuzun kənarı. Bu cip, bu zolaq bu evə aiddir. Əzizlərim, istənilən vaxtı kim istəsə, burada bir dənə darvaza qoyub, buranı özü üçün, onsuz da bu evin parking sahəsidir. Amma istədiyiniz vaxtı buradan bir dənə darvaza qoyub, buranı bağlı sahəsi kimi həyətə qatıb istifadə edə bilərsiniz. Buradan keçirik. Burada bizim darvazamız var. Darvazanı biz özümüz açıq qoymuşuq. Darvazadan sonra bizi qarşılayan ilk öncə üstü bağlı qarajdır. 4 maşın rahatçılıqla bu qarajda dayana bilər. Ev çox qəşəng, gözəl bir təmirə malikdir. Bir mərtəbədir. Buna da bu nədir? Toksana stilindədir. Toksana proyektinə malik olan o proyektdə inşa olunmuş 5 otaqlı bu ev, bir daha söyləyirəm, 700 min start olaraq müştərilərimizə bugünkü gündə təklif olunur. Torpağın da, evin də kubçası var, əzizlərim. Sağ tərəfdə manqal inşa olunub, çox qəşəng bir manqalı var. Tam olaraq əsl, pişmiş kərpiclərlə inşa olunub. Yan hissəsində su hövzəsi var. Evin bütöv olaraq hər tərəfinə fırlanmaq olur. Kombi dolabı var orada. Evin yan hissəsində yığılıb, plasmas dolabla yığılıb, içərisinə kombi aparatı yığılıb. Bu hissədə isə lanşaft hissəsidir. Çox gözəl bir lanşaft hissəsi salınıb evin qarşısında, evin ön hissəsində. Evin ümumi giriş hissəsidir. Bu hissə üstü bağlıdır. Veranda kimi istənilən vaxtı istifadə eləmək olar. Bura qonaq otağıdır. Evin ümumi giriş qapısıdır. Bu hissədə isə 4 metrənin 10 metrəyə olan filtrli hovuzudur. Baxın, o baş hissədən şəlaləsi var. Sadəcə indi su doldururlar. Bir daha deyirəm, indi, bugün isti-isti satışa çıxıb. Mən oranı niyə qoşa bilmədim? Çünki su doldu. O sudan dolmalıdır. Motor isə onu rahatçılıqla vurub oradan şəlaləni bura axıda bilir. Hal-hazırda dolsun, inşallah düzələcək. Bu hissədə isə yan hissədə həyət üçün nəzərdə tutulmuş, evin yan hissəsində həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı var. Dəyərli izləyicilərimiz, baxın, burada dəmirdən düzəlib bura. Belə çox da qəşəng görünür, gözəldir. Hovuzumuz da aşmadır, birbaşa yaşıllığa baxır. Evin bütün pəncərələri vitrin, yerdən olan pəncərələrdir. Qismən içərisində indi görəcəyik biz, az da olsa əşyaları var. Bugünkü gündə bir daha söyləyirəm, 700 min çox qəşəng qiymətdir. Burada bilənlər bilir ki, torpağın qiyməti neçəyədir, 8 sot torpaq nə qədər eləyir. Bu evi tikib bugünkü gündə ərsəyə gətirmək, ortaya çıxarmaq nə qədər pul tələb edir. Əzizlərim, keçək evin daxilinə. Ümumi giriş hissədən keçdim dəhlizə. Hündür da maşallah. Qəşəng 4 metrə də olar. Olar 4 metrə. Baş hissədə orada üzr istəyirəm. Mən səhv demişdim həyətdən. Orada mətbəx yerləşir. O baş hissəsi isə qonaq otağıdır. Mən birbaşa içəri keçən kimi sağ tərəfdə mətbəx otağına keçəcəm. Birbaşa darvazadan bura damafon çəkilib. Sağ tərəfdə hündür tavan mətbəx mebeli yığılıb. Gözəl bir mətbəx otağımız var. Mətbəx otağından isə birbaşa həyətə görüntüsü və buradan da pilləkən qoyulub, qapısı ciflidir. Həm pəncərə kimi, həm də qapı kimi istifadə olunur. Buradan da birbaşa giriş-çıxış kimi istifadə eləmək olar. Buradan da var. Mətbəxin arxasında yerləşən birinci yataq otağı. Maşallah, yataq otaqları da çox hündürdür. Daxilində qardirob. Tam dəhlizimizdə burada belə bir bəzənmə stolu var. Bu ikinci yataq otağı. Daxilində sanitar qovşağı. Evin arxa hissəsidir. Ümumi
sanitar qovşağı genişdir. Görün, nə boydadır. Üçüncü yataq otağı. Daxilində sanitar qovşağı. Divarın içərisində dəhlizdə yığılmış dolab, demək olar ki, tavana qədər var. Dördüncü yataq otağı. Burada hətta yataq dəstləri də bütöv olaraq yığılıb. Hamısı yerindədir. Və daxilində sanitar qovşağı. 3 dənə yataq otağının özünün sanitar qovşağı var. Əzizlərim, bir dənə də ümumi sanitar qovşağı var. Bu deməkdir ki, 4 yataq otağı, 4 sanitar qovşağından ibarətdir bu ev. Evin ümumi yaşayış sahəsi 250 kvadratdır. Sonda isə sizə gözəl bir qonaq otağı təqdim edəcəm. Bura isə evin daxilində yerləşən qonaq otağıdır. Qonaq otağımızın görüntüsü birbaşa hovuza, yaşıllıq hissəyədir. Bir dənə oradan pərdədən belə ilə göstər. Mən özüm orada olmadım. Sən bilirsən ki, hər zaman mən pərdələri çəkib görüntünü göstərirəm. Əziz və dəyərli izləyicilərimiz, bir daha söyləyirəm sizlərə. Sizə məlumat vermək istədim. Çılçıraq çox qəşəngdir, xoşuma gəldi. Hündürlük yox, Elvin. Hündürlük 4 metrədən yuxarıdır. Bütün elə yataq otaqlarında da, dəhlizdə də, qonaq otağında da, mətbəxdə də. Maşallah. Evin hündürü olmağı, evin genişliyin birbaşa hiss elətdirir. Əzizlərim, bir daha söyləyirəm, Bravo Marketin arxası Güney Azərbaycan küçəsi, küçənin demək olar ki, tam mərkəzində, amma içəridədir. Tam küçədən gedən gələn maşınların səsi demək olar ki, həyətdə hiss olunmur. Qiymət isə 700.000 manatdır. Təşəkkür edirəm sizə, bizi izlədiyi üçün.